Salam əziz izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Yumruq Mediada sizləri xoş gördük. Yumruq Media keçmiş Bulaq TV-də olan fəaliyyətin davamını həyata keçirəcək və bildiyiniz kimi o keçmiş adla YouTube-da dəfələrlə biz səhifələr açdıq və hər dəfə müxtəlif problemlərlə üzləşdik və səhifələrimiz bağlandı və ya bloka düşdü. Ona görə tam şəkildə adı dəyişmişik və bu adla, bu kanalla inşallah bundan sonra sizin xidmətinizdə olacaq. Mən də öz növbəmdə hər birinizi salamlayıram, xoş gördük sizləri. Bildiyiniz kimi hal-hazırda İran və Amerika-İsrail müharibəsi atəşkəs dönəmindədir və bu atəşkəsdə atəşkəsin başlamasından bu günə qədər müxtəlif sözlər, müxtəlif fikirlər, müxtəlif ideyalar həyata keçib. Hətta bir dəfə danışıqlar baş verdi. Jay Vance'in öz dediyinə görə deyir ki, Amerika vitse-prezidenti və İranı idarə edən ən önəmli şəxslə görüşdüm və üz-üzə əl görüşdülər. İndi öz iddiası təbii ki, yəni o qeyd etməsi ki, son 50 ildə misilsiz və bənzəri olmayan bir hadisə baş verdi. Və çoxlu amma əgərlər var, qaranlıq məsələlər var ki, bu qərara gəlmişik bu günləri onları bacardığımız qədər imkan daxilində araşdıraq. İlk öncə, yəni atəşkəs necə oldu ki, baş verdi? Yəni Amerikanın istəyi ilə, Amerikanın meyli var idi, marağı var idi atəşkəsə, yoxsa İranın? Və hansı tərəf şərt qoydu və o çərçivə hansı tərəfin şərtlərinə əsasən danışıqlar həyata keçdi? Çünki yəni mediada hər tərəf öz rəvayətini deyir və bilinmir, yəni heç biri öbürünün sözünü təsdiqləmir ona görə. Bəli, bunu bilmək üçün kimin meydanda daha üstün olduğu lazım idi ki, biləsən. Yəni, bu bir perioddur, biz sənlə keçən axırıncı podkastimizdə də danışanda, orada da qeyd elədik ki, ali məqamlı rəhbərimizin Seyyid Muştaba Xamneyi Həzrətlərinin son verdiyi bəyanatında da bu atəşkəs ki, müvəqqəti dayanma məsələsinə nə atəşkəs təbiri işlətdi, nə müvəqqəti heç dayanma da demədi. Sadəcə bir gözəl təbir işlətdi ki, döyüş meydanındakı sükut, döyüş səhnəsinin sükutu dövrü. Və orada da dedi ki, bunun anlamı nə ola bilər, bir neçə məsələyə toxunduq. Bu döyüş meydanındakı sükutdur. Amma bu döyüş meydanındakı sükuta sən demiş, kim daha çox meyilli idi? Bunu bilmək lazımdır. Öncəsinə baxaq, sükutdan öncəsinə baxanda, orada öncəsində baxanda görürük ki, sən deyən indiki bəzi medialardakı ixtilaf demək olar yox idi. İstəyir neytral baxanlar olsun, istəyir bu cəbhədən baxsınlar, istəyir qərbin öz cəbhəsindən, hamısı yekdil olaraq bir söz deyirdilər. Məxsusən də qarşı tərəfin ağıllı ekspertləri Krukdan tut, John Mearsheimerə qədər ki, biz neçə dəfə ondan misallar çəkmişik və bütün dünya görür. İndiyə qədər də o danışır, o universitet müəllimidir, səhv eləmirəmsə, ustadıdır. Hamısı bir sözü deyirdi onda ki, Amerika və İsrail cəbhəsi məğlubdur və bu deyilənlərin Amerikada doğuran belə deyək, nəticələrinə diqqət eləmək lazımdır. Orada görürdük ki, artıq Amerikanın həm sosial bazası dağılırdı, ictimaiyyətlə hökumətin arasında böyük problemlər yarandı və hökumətin öz strukturalarında böyük problemlər yarandı. Hətta Sentkamın özündə bildiyin kimi neçə dənə generallar istefaya getdi filan. Buna baxanda ki, bu sükut dövründən öncəki dövrə baxanda bütün bu hadisələr bütün dünyaya məcbur elədi ki, təsdiq eləsinlər ki, xeyr, Amerika qaçmaq istəyir, amma yol axtarır. Təbiidir ki, hegemoniya, məxsusən 2-ci Dünya müharibəsindən bu tərəfə bütün dünyada özünü hegemoniya kimi zehinlərə oturdan Amerika və təkəbbürlü tərəf
əgər qaçmaq istəyirsə meydandan, durub deməyəcəkdi ki, mən qaçıram, mən məğlub oldum. Bu hamı bilir. Heç kəs bunu deməz. Məxsusən də hegemon olan tərəf. Ona görə də bütün dünya, o ekspertlər ki deyirdim, bu ekspertlər məcbur eləyirdi və Amerikadakı ictimai fikrin formalaşmasında onların da rolu çox oldu. Həmin Mersheimer kimi ekspertlərin ki, ictimai və sosial bazanı daha çox lərziyə gətirdi və Amerikada hökumətə təzyiqlər çoxaldı ki, çəkil dala, necə olur olsun, geriyə çəkil. Nəyin nəticəsində idi? İndi irəlidə özün də toxunarsan, əsas məsələmiz elə Hörmüz məsələsinə də toxunanda deyəcəyik. Hörmüz rıçaq idi, İranın əlində olan hərbi meydandakı üstünlük rıçaq idi. Amerikanın bazalarının demək olar ki, hamısının dağıdılması idi. Bütün bu siyasi, iqtisadi və hərbi arenada Amerikanı necə deyilə, məğlub vəziyyətə gətirdiyinə görə negativ fikirlər çox formalaşdı Amerikada. Demək, bu sükutdan öncəki proseslər belə gedirdisə, deməli sən dediyin o müzakirəni də məntiq 2-2 eləyir 4. Məntiq, heç hadisələri izləməyən adamı bunu danışsan, o deyəcək ki, onda o tərəf meyilli olmalı idi müzakirəyə. Bəli, meyilli tərəf Amerika idi, amma ad qoyub çıxmaq istəyirdi. Şimdi yenə danışarıq o mühasirə falan söhbətində. Əsas məncə odur hal-hazırda. Hal-hazırda məsələ odur ki, ad qoymaq istəyir. Bəli, hamısı orada gizlənib, ad qoymaq istəyir. Bəli, hamı bilir ki, deməli bu proseslər baş veribsə, bu İranda olsaydı, hamı deməli idi ki, yalan danışmayın, İran istədi, qorxdu. Deməli, Amerika qorxdu, amma İranın şərti kim qoydu? Deməli, qorxan tərəf çıxmaq istəyirsə, biri ad qoyub çıxmaq istəyirsə, qarşı tərəfin əli üstündür, açılmayan kartları çoxdur deyə şərtləri də o üstün tərəf qoymalıdır. Təbii İran da əvvəl bir 5 şərtlə başladı. Bu da özü də bir faktdır. Amerikanın daha çox sıxılmasına məncə arasında və qaçmaq istəməsinə. Əvvəl az şərtlə başlamışdı İran. Düzdür, əsas şərtlər idi. Amma yadıma gəlir, biz səninlə podkastda da toxunmuşdu ona. Bəzi Amerikalı ekspertlər hökumətə təzyiq gətirirdilər döyüşün ortasında ki, İran indi, hətta İngiltərənin də ekspertlər, İran indi 5 dənə, 6 dənə şərt qoyur, qəbul elə çıx biabır olmamış. Onda hələ bu, onların Heliborn əməliyyatı falan fiyaskosu ortaya çıxmamış. Qəbul elə çıx, belə getsə, sən biraz da uzadatsan, İran eləyəcək 10 dənə. Bir balaca da uzadatsan, olacaq 20 dənə, sonra daha ağır vəziyyət olacaq. Bu da bizə bunu göstərdi ki, şərti qoyan tərəf İrandır, meyilli olan tərəf də qarşı tərəfdir. Çox əla. Amma müharibənin özün, mən deyərdim ki, 3 hissəyə bölmək lazımdır. Birinci 5 gün, maksimum birinci həftə. Amerika o sanki əvvəlki o məhdud müvəffəqiyyətlərindən başı gicəllənirdi, sərxoş olmuşdu. Təbii ki, İranın ali lideri şəhadətə yetirmişdi. İranda rəhbər hələ seçilməmişdi. Və elə hiss edirdi ki, burada bu müharibədə bu yaxşı bir əli var. İstədiklərini əldə edib və yuxarı danışırdı. Qeydsiz, şərtsiz təslim olun. Və rəhbərinizi, mən deyən rəhbər təyin olunmalıdır İranda. Mənim nəzarətimlə, ya bizim düşüncəyə yaxın olan bir rəhbər təyin olunmalıdır. Bu birinci hissə idi. Müharibədə meydan gedişatı dəyişdi. Onların regiondakı bazalarında ağır zərbələr aldılar. İsrailə ciddi zərbələr alındı. Livan müharibəyə müdaxilə etdi və yavaş-yavaş gərginliyi və hücumların şiddətinin sayısını çoxaltdı və yavaş-yavaş dəyişdi. 9-cu gün İrandakı Qədr gecəsi idi. Gördülər ki, Ayətullah Seyyid Mustafa Xamenei ağa rəhbər kimi təyin olundu. Yəni, hamıya dəfələ danışmışıq da, yaşlı Xamenei şəhid oldu, cavan Xamenei gəldi. Bu fərqlə ki, bunun atasını şəhid edibsiniz, bunun ailəsini şəhid edibsiniz, yoldaşı, bacısı və ailəsi şəhid olublar. Sizə şəxsi qəsdi qərəzliyi də var. Onların öz düşüncəsidir, yoxsa biz deyək ki, Vəli Fəqih öz qərarında şəxsi maraqlarını qatmır. Və gördülər ki, İranın zərbələri getdikcə çoxalır, onların defensiv, yəni müdafiə sistemləri də təzyiq altına alınır və artıq müzakirə və müharibəni dayandırmaq qərarına gəldilər. Necə oldu? Açıq-aşkar demədilər.
mesajlar göndərdilər. 12 günlük müharibədəki kimi vasitələr gətirdilər ortalığa ki, İranla danışın və İran ümumiyyətlə bu atəşkəs təkliflərinə və vasitələrə etina etmirdi və müharibəni davam etdirirdi. Müharibəni davam etdirdi ta çataq 25-ci gününə qədər mən deyərdim. 25-dən 40-a kimi artıq Donald Trump açıq-aşkar atəşkəs istəyirdi. Təbii ki, özün super güc bilir, dünyanın ən güclü insanı bilir, dünyanın ən güclü və ən böyük ordusunun ali baş komandanı bilir və gəldi 15 şərt qoydu. Dedi ki, bu 15 şərtlə bəli, atəşkəsə biz razıyıq. Özün sındırmamaq üçün, təhqir etməmək üçün güya ki 15 şərtlə. Yavaş-yavaş və axırda gördü ki, o Twitter yazmağa da İranlar onu məcbur edilər ki, bəli, danışıqlar baş verəcək. Bu atəşkəsdə ya dediyin kimi atəşin dayandığı dönəmdə o İranın 10 dənə şərtinin əsasında danışıqlar gələcək. Niyə? Çünki müharibə öz mahiyyətini dəyişdi. Müharibə tam başqa bir şeyin uğrunda başlamışdı. Müharibə başlamışdı İranda rejim change, hakimiyyəti dəyişmək üçün. Müharibə başlamışdı İranın nüvə zənginləşdirmə potensialını, obyektlərini yox, potensialını aradan aparsınlar. İranın raketlərini və müdafiə sistemini aradan aparsınlar. Bu mahiyyətlə başlamışdı. Müharibədə kim nə vurdu? İran 5000 dənə vurdu bombadan, raketdən, onlar 10.000 dənə vurdu. Kim haralar dağıtdı? Artıq oldu ikinci mərhələdə diqqət mərkəzində. Hamı, bütün dünyanı giriftar elədi bu müharibə Hörmüz boğazına görə. Hörmüz boğazında da təbii ki, ilk öncə bu qənaətə gəlmədi ki, bəli, İranlılar Hörmüz boğazını kontrol edə biləcəklər və mən bunda acizəm. Eskalasiyanı artırmağa cəhd etdi. Gərginliyi artırmağa cəhd etdi və müxtəlif kartlarını xərclədi. Gah dedi ki, bəzən deyirdi ki, eskort edəcək o gəmiləri təhlükəsini və gülünc məsələ idi. Sonra dedi, özünüz gücünüz yoxdur. Bəli, bəli. Onu araşdırdıq da, yəni detalları ilə hamısını danışdıq ki, minalamaq söhbəti var, onun gəlib getməyi var, onun havada müdafiə sistemlərinin məhdudiyyəti var, puallar, hücumları və. Sonra gəldi NATO'ya dedi ki, gəlmirsinizsə mənim problemim deyil, sizin probleminizdir. O da yalandır. Niyə? Baxın, bu dəqiqə Amerikada gübrə qiymətinin 200% artdığına görə Washington Post'un yazdığı bir məqaləni mən dünən oxuyurdum. Deyirdi ki, Amerika əkinçilərinin 70% bu il gübrə almaq imkanına malik deyirlər bahalığına görə. Niyə? Çünki Fars körfəzindən ucuz qiymətə və dəyərsiz qiymətə alıb daşıyır özlərinə. Elə deyil ki, o deyir ki, bizdə hamıdan çox neft var, ehtiyacımız yoxdur. İraqın da neftini bunlar götürürdülər, Fars körfəzinin, Küveytin də neftini bunlar götürürdülər, Ərəbistan da neftin böyük hissəsini bunlar götürürdülər. Füceyrə də tam hamı bilir ki, Füceyrə limanı Birləşmiş Ərəb Əmirliklərində bunlarındır. Raslefanın qazı da hamı bilir ki, Avropalıların, Amerikanlılarındır. Və deyirəm, yəni gördü ki, eskalasiyanı artırdı. Sonda elə bir yerə çatdı ki, iki kartı qalmışdı əlində. Ya quru qoşunlar yetmədi, yəni piyada qoşun daxil etməlidir İrana, ya nüvə hücumu ilə İranı həd eləməliydi. Və piyada qoşunu yeritməmişdən öncə gəldilər, mən elə güman edirəm, mənim təhlilim budur, İsfahanda baş verən hadisə ki, o təyyarələrdə idi. Çünki bilirsiniz də, yəni Pentagondan sızan xəbərlər, Ağ Evin öz bəyanatlarından və bəzi xəbər agentlikləri, özlərinin rəsmi xəbər agentlikləri dedilər ki, 100-dən çox uçaq, indi ola bilər təyyarə olsun, hərbi təyyarə, qırıcı, pualar, vertolyotlar, 100-dən çox uçuş aparatı bu əməliyyatda iştirak edirdi. Yəni, öz dediklərinə görə ki, mən təəssüf ki, toplaya bilməmişəm bu dokumentləri və hansı xəbərlər nələr yazmışdılar. Amma istinad eləmək olar, yəni lazım olsa onları da çıxara bilər yüzə. Və zərərlər gördülər, 2 C-130 təyyarəsi, neçə vertolyot, puaları və sair. Orada mənim təhlilim budur ki, bunlar İsfahanda eniş edib, haradasa bir yeraltı bazası ya yeraltına quruma bir yer düzəldib, özləri oradan bir şeylər çıxardıb deyəcəkdilər ki, biz İranın uranını çıxartdıq buradan və bir nəsə nailiyyət əldə etmək istədilər ki, alınmadı. Bu da ad qoymaq məsələsi deyil mi? Və ad qoymaq istədilər ki, puskaya düşdülər, ağır itkilər verdilər. Maraqlıdır, nə İran tərəfi orada olan itkilərdən nəsə deyir, nə onlar deyirlər. Əgər həqiqətən oradan bir pilot xilas olunmuş olsaydı,
Trump bəlkə indiyə qədər 180 dəfə onu bizə göstərmişdi. Bəli. Maduronu oğurladıqları Delta Force'un komandasına Maduronu hansı vertolyota mindirmişlərsə, o Hamısı. vertolyotun pilotunu gətirdilər, medal verdilər ona. Bəli, hamısı. Yəni sən gəlib İranın mərkəzində bir xilas etmə əməliyyatı edibsən, o pilotu göstərməyibsən, biraz Şübhəlidir. şübhəlidir. Bura qədər belə. Və atəşkəs İranın dediyi və gördülər ki, İranın dediyi atəşkəs çərçivəsindən əlavə şansları yoxdur, başqa yollar. Çox gözəl vurguladın ki, daxili təzyiq çoxaldı. Mən deyərdim, beynəlxalq təzyiq də çoxaldı. Yəni, dünya gəldi Trumpa deyir ki, neynəmək istəyirsən? Dünya iqtisadiyyatını girov tutubsan, neynəmək istəyirsən? Harda bitirmək istəyirsən? Sonu harda olacaq? Və atəşkəs pozulacaq, yoxsa davam edəcək, ya daimi bir sülhə baş verəcək. Bununla işim yoxdur, indi çatacaq ona. Yəni, hansı baş verəcək bilmirəm, amma bunu bilirəm ki, müharibənin yenidən başlamasından ən çox Trump qorxur bu dəqiqə. Amma atəşkəs. Çox gözəldir ki, əvvəlində heç kəsin bir iradı yox idi və heç kimin bir şübhəsi yox idi ki, İran dediyi çərçivədə gedir. Bəs nə baş verdi? Hansı hilələr və hansı ilgənc siyasətləri sürdülər bu Amerikanlılar ki, iş gəlib bu yerə çatdı? İş gəlib bu yerə çatmağında yenə də biz qaydırıq o ad qoyma məsələsinə. Deməli, indiki dedik ki, bu atəşkəs məlumdur ki, yenə də bir daha da biz təkrarladıq ki, hamı bilsin ki, yəni atəşkəsi kim istədi. Amma burada bir dənə faktor var, onu qeyd edeyim. O ki, dedim, atəşkəs deyilən bu sükutdan öncəki dönəmə baxmaq lazımdır və sübut olundu ki, qarşı tərəf zəif idi. Rəhbərin işlətdiyi bu təbir ki var, döyüş səhnəsinin sükut 2 həftəsi. Bu 2 həftədə də döyüşdən öncəki prosedur davam eləyir. Nə baxımdan? Əsas hədəflərə Amerikanın çata bilməməsi baxımından, İranın öz istəklərini təhmil edə bilməsi baxımından. Əvvəldə qəşəng bir söz işlətdin, dedim bəzi medialar indi biraz sular durulur deyə qarşı tərəfin zəif tərəfləri daha tez ortaya çıxacaq deyə, görünəcək deyə vurulan yaralar tez medialar ortaya atılmalıdır ki, yox, bu budur. Yəni üstün biraz örtməlidirlər ya balanslaşdırmalıdırlar ki, heç olmasa deyək ki, yox, o da belədir, bu da belədir. İkisində də, yəni üstün əli yoxdur kimi qələmə verməlidirlər. Bu təbii gedişatdır da o qarşı tərəf üçün. Bunu göstərən ən böyük fakt, dünən özün də bəlkə də gördün, dünən gecə, indiyə qədər Trump çox tweet vurub. Bilirik də, yəni... O nə qədər bir yazırdı. Dünən sanki bir düyməni qoymuşdular əlinin altına, bir dənə aparat idi. Yəni, axşam. Bir dənə də vaxt qoymuşdular ona ki, 1 dəqiqə, 2 dəqiqədən bir vur, bu getsin. Yəni, bu qədər, bu özü belə... Əslində o dediyim sular durulan ərəfədə, bu sükut ərəfəsindəki hər şey daha çox uza çıxır və hər kəs görür. Məxsusən Amerikanın daxili arenasında o yaralar, o adamın maşın vurandan sonra qıçı sınır, hiss eləmirsən, durub qaçırsan, biraz sakitləşəndən sonra hiss eləyirsən qıçım sınıb. O Amerika sosial bazasında yaranan bu reaksiyanın və uçurumun daha çox ala biləcəyi, İsrailin öz daxilindəki məsələlər media dalğası ilə yenə dalğa gətirdilər ki, bilinməsin. O dalğanın bir hissəsi də həmin Trumpın dünən axşam vurduğu tweetləri idi. Çünki niyə? Trump biz deyirik axı, ad qoymalı idi. Trump gördü ki, sükut ərəfəsində də, yəni 40 gün döyüşdən sonraki bu 2 həftəlik sükut ərəfəsində də dünya, indi gələr ora, 2 həftəlik müzakirə qoyulmuşdu, 1-ci müzakirə dövrəsi ki oldu. Orada dünya daha çox gördü. Çünki sakitləşib hər şey. Hamının gözünün qabağında 2 tərəf meydandadır. Səs-küy eləmək olmur, meydandadır. Diplomatik baxımdan gördülər ki, cənab Qalibov məxsusən. O, çox vaxt yoxdur adam danışır, amma J.D. Vance'in özünün təsdiqləri ki, getdi, balaca məktəbli uşaq kimi Qalibov ona bir fikirlər yürütmüşdü. Və hətta müzakirədən çıxanlar istəyir Amerika tərəfindən, istəyir İran tərəfindən bəzi müsahibələr verildi. Müsahibədən bilirsən nə çıxdı? Cənab Qalibov bir növ biabır edib o J.D. Vance'i.
qoyub qabağına onun Amerikanın öz daxili strukturalarındakı qanunları belə ona dərs deyirmiş. Yəni bu dolayı müzakirələrdə də belə deyək. Onun səhvlərini düzəldirmiş. Ha, ona görə biabır oldu, getdi. Burada da İran, Amerika gördü ki, yo, mən nə qədər də səs-küy eləsəm, həm bu müzakirə prosesində dövrədə, həm də indi barəsində danışarıq, Hörmüz boğazı məsələsində və bir də yenə də Trumpın tweetlərinin çoxalması məsələsində də daha çox görünür ki, İran Hörmüz boğazında da göstərir ki, sükut dövründə də, eyni döyüş dövründəki qələbəsini həm müzakirənin birinci dövrəsində göstərir, həm Hörmüz boğazındakı məsələdə istədiyi vaxt açır, istədiyi vaxtda bağlayır, istədiyi vaxt məhdudlaşdırır. Açanda belə necə açır ki, danışarıq. Hətta açanda belə onlar istədiyi deyil. Yenə İran istədiyi qanunlar orada qoyulub həyata keçirilir. Tərəf gördü, qarşı tərəf və dünya yenə də gördü ki, aha, müzakirənin birinci dövrəsində də bu sükut dövründə, Hörmüz məsələsində də, hətta Trump ki deyir, mühasirə eləmişəm, filan eləmişik, içəridə indi onu istehza eləyirlər Amerikada. Biri dünənləri yazmışdı, tweet qoymuşdu onların ekspertlərindən, hiç səhv eləmirəmsə. Allah, məşhur ekspertlərindən də adı yazmış. Belə ritorika ilə yazmışdı ki, hə, düz deyirsən, açmış, mühasirə eləmişsən, amma İran və İranın istədiyi gəmilər elə gözünün qabağından keçib gedir, bəli, yoxlayırsan, düz deyirsən, elə görürsən ki, keçdi, getdi, hə, rahatlaşırsan da. Hə, belə mühasirə olunmur ki. Hətta bayaqlar medialardan mən baxdım, bu son bir həftə mühasirə söhbəti çıxandan bu tərəfə, İran son bir həftədə təkcə Hindistana 6 milyon barel öz istədiyi formada neftini satıb, aparıb da o Amerikan gəmilərin gözün qabağından keçib, gedib, qəşəng də qayıdıb. Özləri aydın oldu ki, yuanla satır. Yuanla, əhsən, nə ki dollarla. Çindəki bu tərəfdən gəlir, kimlə İran istəyir və bu da yerindədir ki, onlardan belə hətta dost deyilən ki, onların gəmilərini buraxır, açıb, yəni bu mənada, Hörmüz, yəni açıb. Onları ki, buraxır, onlardan belə rüsumun alır. Yəni, İranın qoyduğu, tətbiq elədiyi qanunlar çərçivəsində Hörmüz boğazı istəyəndə açır, istəyəndə məhdudlaşdırır, istəyəndə heç bağlayır. Hətta bu gün yenə bağladı, yəni. Bağladı, hə? Saat 11 saat. Əhsən. Yəni, bu fakt, İran deyir ki, mən istəyəndə açıram və bağlayıramı dünyaya göstərməsi, müzakirənin birinci dövrəsindəki o qarşı tərəfin bir gün davam gətirə bilməməsi, 21 saat falan çəkdi, qaçıb getdi, Vance qaçdı. Sözün əsli mənasında çamadanların yığışdırdı, qaçdı Amerikaya. Niyə? Çünki biabırçılıq idi. Bir gündə uzanısıydı, biabırçılıq idi sözün həqiqi mənasında. Bütün bunlar da nəyi göstərdi? Necə ki dedik, bu atəşkəs deyilən bu 2 həftədən öncəki, sükut dövründən öncəki 40 gün sən qəşəng tozih verdin ki, filan hadisələr olur. Necə orada üstünəl İran idi, qarşı tərəf müzakirə istədi, atəşkəs istədi İranın şərtləri ilə. Bu sükut dövründə də həmin döyüş meydanının rəhbər buyurduğu kimi davamı olaraq sükut səhnəsində də İran yenə də öz dediyini göstərir dünya ki, yenə də mənəm üstünəl. Bəli. Mən istəyən olur, nəinki Amerika istəyən. Çox gözəl. Bu Hörmüz boğazından da məsələn bir şey deyim. Hörmüz boğazı bu sükut dövründə, atəşkəs dövründə indi ki, izləyicilər bilsin nə deyirik. Hətta dünyada indi atəşkəs deyilir. 2 dəfə açıldı. Heç birində 24 saat tam açıq qalmadı. Atəşkəsin əsas şərtlərdən də biri Pakistanın baş naziri də yazmışdı, İranlılar da qeyd etmişdilər. O 10 dənə şərtdən biri bu idi ki, nə qədər ki bu atəşkəs gedir, atəşkəs bütün regionu qeyd edir. Bütün cəbhələr, o cümlədən Livan. Yəni Livanı xüsusi qeyd edir orada. O cümlədən Livanda atəşkəs həyata keçməlidir. Və İsrail bunu qulaq asmadı, etina etmədi və gördük də, yəni birinci saatlarından elə vəhşicəsinə hücum etdi, doğum evinə, yaşayış binalarına, soyqırım niyyəti ilə girdi. Və Hörmüz boğazı dərhal bağlandı. İran dedi ki, yəni belə bir şey yoxdur. Ya Livanda da atəşkəs olacaq, ya Hörmüz boğazı bağlıdır. 10 şərtin qarşısında İran da qəbul etmişdi ki, Hörmüz boğazını 4 şərt əsasında
açsın. 4 şərti nədir? 1. İran dediyi koridor olacaq. Yəni o əsas yol ki, Hörmüz boğazının ortasından keçirdi. Bir yol var idi, gediş idi və bir yol var idi, gəliş idi. Düz ortadaydı. O bağlıdır. İranda Lark adasının şimalından daxil olacaqdılar. Lark adasının Larəkdir, bilmirəm dəqiq. Cənubundan da xaric olacaqdılar boğazdan. Yəni tam şəkildə gəlir İranın öz sularına. Artıq Omanla İranın ortaq suları deyil. Bu yoldan ancaq istifadə olunacaq, öncəki yoldan istifadə olmayacaq. Bu da nə deməkdir? Yəni bunun özünü istəsək çox qısa şərh edək. Bu deməkdir ki, tam şəkildə Hörmüz boğazı İranın ixtiyarına keçir. Yəni artıq orada gəmiləri izləməyə nə o hərbi durbinlərə ehtiyac var, nə polar. Elə Larək adasında bir də masa qoyub otursalar, elə buradan keçir, oradan da gəlir, hamısını görəcək. Yəni tam nəzarətini alır Hörmüz boğazını. Yəni bu birinci şərtidir. Ancaq oradan olacaq. 2. Yalnız ticari gəmilər keçəcəklər. Və hansı ticari gəmilər? O gəmilər ki, Amerikaya və ya İrana qarşı bu müharibəyə təxribat etməyən ölkələrin gəmiləri. Birləşmiş Ərəb Əmirliklərinin gəmisi dünən keçmək idi. Açıq olduğunu dediklərindən sonra İran dedi ki, qayıt, yoxsa vuracam, qayıtdı. Birləşmiş Ərəb Əmirliklərine dedi ki, mənim səndən hələ işim var. Qətər belə, Qətər ki, müharibənin ortasında dayandırdı və Qətərin gəmisinə belə icazə vermədi. Dedi ki, sənin torpağından mənə hücum olub. Onlara da icazə vermir hətta. Bu ikinci şərtidir. Üçüncü, heç bir hərbi gəmi keçməyəcək oradan. Və dördüncü şərt də budur ki, yalnız İranın icazəsi ilə və İrana o ödəniş rüsumlarla buradan keçə bilərlər, məhdud. Yəni gündə 150-200 arası gəmi keçirsə Hörmüz boğazından müharibədən öncə 15-20 gəmi, yəni 10% keçirdə icazə verəcək. Və Livandakı atəşkəs həyata keçmədi, İranda dayandı. Deyilənlərə görə Pakistan vasitəsilə edirdi, Türkiyə vasitəsilə edirdi, Amerikadan mesajlar göndərdi, bizə vaxt ver, biz bu İsraili kontrol edə dayandıraq. İran da təmkin edir, vaxt verdi və gördü ki, alınmır. Və atəşkəs olmur və bu hilədir. Yəni elə bir vəziyyətdir ki, Livanda İran cavabdehliyi daşımalıydı. Çünki Livan İrana görə bu müharibəyə daxil olmuşdu. Düzdür, özləri də ağır vəziyyətdə idilər. 16 ayda atəşkəs pozulurdu və bunlar bir tutarlı bir cavab vermədilər. Amma hər halda bir cəbhə olaraq İrana görə daxil oldular müharibəyə. İran daxilində də xalq qəzəblənmişdi ki, Livanda niyə atəşkəs olmur? Ona görə, yəni İran məsuliyyət daşıyırdı Livan qarşısında və doktor Mərəndinin ki, siyasi eksperti və hakimiyyətə çox yaxında, hətta Pakistana da o heyətlə bir yerdə səfər etmişdi, bir Twitter yazdı və dedi ki, həmən günü bilmirəm, 4-cü gün idi ya 5-ci gün idi ki, atəşkəs Livanda həyata keçdi. Dedi, axşam saat 8-də Tehran saatı ilə İsrailə qarşı hücum olacaqdı İrandan. Ki, atəşkəs olmur, biz bu cəbhəni yenidən açıq və İsrailə hücum olacaqdı. Donald Trump öz başına, Netanyahu ilə danışmadan, Netanyahu ilə məsləhətləşmədən, onu razı salmadan Twitter vurdu və yazdı ki, bəli, bu axşamdan atəşkəs həyata keçəcək və onu məcbur etdi o atəşkəsə. Çünki artıq Amerika əvvəlki kimi deyir ki, o İsrailin mifini, İsrailin regionda güc olmasını zadın qoruması. Çünki qabaq onu güc kimi saxlaydı, ərəblərdən pul alırdı. İndi özünü xilas etmək istəyir. Bəli, özü düşüb batır. Ona görə məcbur edə onu ki, dayanmalısan bu müharibədə. Yəni Netanyahu-la danışılmadan olan bir atəşkəs idi. Və o atəşkəs çox-çox ağır başa gələcək Netanyahu və İsraildəki hal-hazırda hakim olan o dövlət üçün. Wall Street Journal yazır, mən çox ləzzətlədim, mən onu dünən axşam oturdum, diqqətlə oxudum o məqaləni. Deyir ki, tarix boyu belə bir şərti bizə həyata keçirməyə məcbur edən olmamışdı. Danışıqlar çox olmuşdu. Həmişə danışıqlarda Amerika şərtlər irəli sürmüşdü. Amerikanın şərtlərinin uğrunda danışıqlar gedirdi ki, hansını azalsınlar, dəyişsinlər və formatın. Bu dəfə deyir, bu atəşkəs, Livanda olan bu atəşkəs birbaşa ilk dəfə tarixdə idi ki, Amerikaya nə isə etməyi kimsə məcbur edirdi. Böyle. Və o da yalnız İran tərəfindən, məhz İran tərəfindən baş verdi. Bu çox önəmli idi. Və belə, yəni Hörmüz boğazı haqqında əgər bir qeydin varsa, buyurun. Belə
Hörmüz boğazı haqqında əsas faktları kifayət qədər sən yaxşı vurğuladın ki, bu 4 dənə İranın dediyi qanunlar. Bu özü belə bir daha bizə göstərir ki, bu həmin və atəşkəs deyilən dövrdə belə yenə də İran üstün əldən oynayır. Bəli. Bu mühasirə eləyiblər filan və sonda biz bir şey deyə bilərik ki, mühasirə məsələsi bəzilərini şəkkə şübhəyə salıb ki, bayaq da biraz toxundum buna. Bilirsən, mühasirədə Amerikanın problemi çoxdur. Necə? Bax, bu günləri rəhbərimiz yenə də bəzi bəyanatları verdi. Onun içində mühüm bir nöqtəyə toxundu. Düz ordu günü idi, bir neçə gündür İranda milli ordu günü idi. Həm o münasibətlə, həm də elə o istifadə elədi o fürsətdən qəşəng bir cümləsi var orada. Deyir, ordunun dəniz qüvvələrinin gücü artıq artırılacaq heç, ümumiyyətlə ordunun öz gücü artırılacaq heç və bir məsələyə toxundu rəhbər. Ordunun dəniz qüvvələri hazırdır bu dəqiqə Amerikanın cavabını versin. Belə bir tipdə cümlə qurub. Bu nəyə işarədir? Amerikanın mühasirə bax, bu Hörmüz boğazı ki deyirsən, Hörmüz boğazını da hamı bilir, indi xəritəyə baxın. Hörmüz boğazı gəlir, əsas hissə İran tərəfdən keçir, gedir Omman dənizinə, Ommanın kənarı. Omman da elə İranlandır da təqribən, yəni təqribən Yəmən kimi bir mövqedədir, amma nisbətən yumşaqdır. Amma Omman İranlandır, o biri ərəb ölkələrinə baxanda. Yaxşı bir neytral mövqe tuta bilir. Omman dənizinə qədər Müəyyən müstəqilliyi var özünə görə. Özünə görə o birilər kimi deyil. Yəni həqiqətən də insaflıdır, o birilərdən çox belə ayrı formada. Omman dənizinə İran da onun ehtiramını saxlayır. Deyir, biz buranı Ommanla bir yerdə kontrol eləyəcəyik. Amma şərtlərdən də görürsən ki, əsas kontrol yenə Omman tərəfdə də İran əlindədir və mühasirə söhbəti başlayandan bir yana İranın dəniz qüvvələri bu bəyanatı verirlər. Hətta Mərkəzi Qərargah Xatəmül Ənbiyada buna təkid edirdi ki, ta Omman dənizinin axırına qədər bu mühasirə məsələsi olsa biz kontrolu daha da gücləndirəcəyik. Yəni bizdədir. Təsəvvür elə Omman dənizinin axırı, yaxşı. Oradan cənubdan aşağıdan keçsəm Ommanın bu tərəfi Yəmən. Babülməndəb. Axır vaxtlarda İran indi oynayır da, kartını açmır, amma oynayır bunlarla. Yəmən bütün cəbhələrdən biridir. Yəmən nə deyir? Belə deyək də, billə dildə. Deyəsən, Babülməndəbin vaxtı çatırır. Kimisindən bir eşitdirmə eşitdirir. Elə güman edirəm ki, bağlanacaq. Yavaş-yavaş eşitdirir. Bax, Amerikanın mühasirə məsələsində problemləri, biri rəhbərin bugün verdiyi bəyanat artıq nələrisə göstərir. Bax, rəhbər bəyanat verir ki, ordunun, hələ demir, keşikçilər qovsarlı, təkcə ordunun dəniz qüvvələrindən danışır. Bu bəyanat nəyi tamamlayır? Bir neçə gündür İranın ordu qərargahının verdiyi bəyanatlar ki, Omman dənizinin axırına gedir. Yəni, Amerika donanmaları qorxusundan üz-üzə gəlməmək üçün oradan içəri girmirdilər. Heç Ommandan çox bir tərəfə girmirdilər də. Bəli. Oradan o tərəfə dayanırdılar və gizlənirdilər Ommanın təpəliklərinin də arxasındakı çox. Orada da vurdular, bir şey İran vurdu onlar raketlə. Yəni təsəvvür elə, İran bunu bir mərkəzi komandanlıq olaraq orduda bu zəmzəmələrirdi ki, mühasirə olsa biz axıra qədər gedəcəyik, Ommanın axırına qədər. Və rəhbərin bugünkü bəyanatı da ki, ordu artıq hazırdır Amerikaya qarşı nəsə eləsin. Bu bir məsələ. Amerikanın vurulmuş və rüsvayçı gününə qalmış donanması və içəridəki hərbiçilərin depression vəziyyəti də üstünə gəlsək və içəridəki sosial vəziyyəti, ictimai vəziyyəti də hesablasaq, bir bu çətinliyi var. Amerikanın orada elə belə deyil mühasirə. İkinci çətinliyi bu tərəfdən də, bu çətinliyi ona görədir ki, sən mühasirə eləyirəm deyirsən. Düz eləyə bilmirsən, amma deyirsən də, iddia eləyirsən. Eskalasiyanı azaldmağa cəhd etmirsən. Cəhd eləmirsən, bu da qarşı tərəfin əlinə bəhanə verir. Bəli. Fikir ver, burada da Trump administrasiyası məncən arasındadır. Qabağa gedir, biraz eskalasiyanı sən dediyin kimi çoxaldır, bu tərəfdən İranın əlinə bəhanə düşür və İranın cəbhəsinin əlinə bəhanə düşür, həm Babülməndə filan. Bu tərəfdən istəyir, desə də, danışsa da hərəkət eləyə bilmir. Yəni İrana başa salmaq istəyir ki, bir növ ki, ad qoyub qayıtmaq istəyəndə mənə başa düşün. Bəli. Bunu eləmək istəyəndə, yəni dala addım atmaq istəyəndə
içəridəki sionist lobbilər sıxır, təzyiq gətirir və içəridəki siyasi arenada olan ekspertlər, siyasətçilər filan bunların artıq həm sosial platformalarda, həm belə Amerikanın daxili siyasi arenasında Trumpı lağa qoyurmuşcasına sözləri və təhlilləri ki, nə oldu mühasirə budur. Kişiliyin bu idi. Məsələn, deyirdin ki, filan mühasirə. Yəni mühasirədə də hər tərəfdən özü əslində mühasirə, bu dəqiqə Amerikanın vəziyyəti bu haldadır ki, mühasirə edirəm adı ilə özü mühasirədədir. Bəli. Ki, hələ mən Çin tərəfinə toxunmuram. Hindistan kimi yaxın müttəfiqin belə getsə daha tez itirə bilər. Avropa ki, öz yerindəki itirə gedir. Bəli. Yəni, mühasirə edən Amerika həm siyasi, həm hərbi, həm sosial, hər baxımdan özü mühasirədədir bu dəqiqə. Düz. O eskalasiyanı artırır və ya belə. Məsələn, baxın, dünən axşam dedik də, 10 neçə saat çəkdi. Hörmüz boğazının məhdud açılmasından sonra yenə bağlandı. Bəli. Dünya buna deyir ki, niyə? Bax, açılmışdı da, bu boğaz açılmışdı. Məhdud da olsa bir balaca indi rəhm eləyirdi. Bunlar dillə deyir, dilvi niyə din saxlamırsan? Bəli. Gəldi orada təhqiramiz şeylər yazdı da, deyir ki, İran, Hörmüz boğazı tam şəkildə açıldı, hamı keçə bilər, amma İrandan başqa. İranı biz mühasirə eləmişik, qoymayacaq keçsinlər. O da bağlayacaq da. Hansı ki, özünə bağlı olan, heç kim keçənmədi, İranlılar keçdi. Yəni, o təzyiq ona daha da çox azalır ki, açılırdı. Yəni, vəziyyət artıq 50 gündür bu boğaz bağlıdır təxminən, 2 gün oyamayan. Dünya bezib, dünya da boğaza yığılıb, sıxılır, bu vəziyyətdən xilas olmaq istəyir. Bu isə buraxmır bu məsələni. O ad qoyub getmək istəyir. Bir məsələ də var. Baxın, İranla onların danışıqları ki, indi Pakistanda oldu, deyirlər 2-ci raund olacaq. İranlar deyirlər ki, hələ qərar almamışıq. Bəli. Ki, olacaq yoxsa yox. Təhdid edilir. Deyir ki, birinci günə qədər İranlılar razılaşmasalar onları vuracaq. İran da deyir ki, atəşkəsi də artırmayacaq, müharibəyə qayıdacaq. Bunların hamısı o psixoloji müharibə kimi gedir. Nə olacaq? Yəni, 1-2 günə bilinəcək də zaten. Bir belə bir şey də var. Danışıqlar əgər gedirsə, o deməkdir ki, hər iki tərəf istəyir nəsə əldə edib çıxsın buradan. Mümkündür bu. Bu, çətin də olsa, mümkün bir məsələdir ki, həm onlar bir ad qoya bilsinlər ki, öz daxildə parçalanmasının qarşısını alsınlar, həm də İran öz istədiklərini əldə etsin. İranın başqa çarəsi yoxdur. Öz istədiklərini onun şərtindən ən azından o Hörmüz boğazının kontroludur, müttəfiqləri ilə olan atəşkəsidir və sanksiyaların ya bloklanmış pullardan azad olunmasın, bu işlərini ən azından eləməlidir. Çünki daxildə vəziyyət çox pisdir. Xalq deyir ki, neynəyəcək? Vuracaq, qoy ölək. Davam elə, müharibəni davam elə. Silah götürmüşəm, gedirəm mən. Xalq nə deyir? Deyir, bütün çətinliklərə, bütün təhdidlərə, bütün qarşıdan gələn, yəni Amerika nə edə biləcəksə mən hazıram. Son gün, müharibənin son günündə deyir ki, İran sivilizasiyasının məhvini həyata keçirdəcəm. Hamı bilir ki, o körpü vurmağı demirdi. Hamı bilir ki, o enerji mərkəzlərini vurmağı demirdi. O başqa şeydir. Kütləvi qırğın silahını hədələyirdi. Beynədlə İranlılar. Çıxdılar körpülərin üstünə, çıxdılar enerji stansiyalarının yanına. Dedilər ki, vurursan, bilirəm vuracaqsan, bilirəm mən burada şəhid olacam. Mənim şəhid olmağımı ged özü xalqa cavab ver. Qanımla mən səni məhv etməyə doğru gedirəm. Belə bir xalqa İran məcburdur. İran burada razılıq, belə gərginliyi artıraq, müharibəni ölkədən aparaq. Yox, xalq deyir ki, müharibəni axıra qədər, hara qədər lazımdır, mən dözəcəm, apar. Xalq elə itiraz edir bir çox kütlələr ki, niyə dayanmışıq? Başa düşmürlər axı indi bəziləri. Deyir ki, yox, deyir ki, mühasirələmi vurun. Bəli. Ona görə bir mümkündür nəsə əldə etmək danışıqlarda. Demirəm, amma necə ola bilər, ya yox. İndi belə zənn edirəm ki, mümkündür nəsə əldə olunsun bir azlıq, amma kimlə? Elə bir dövlətlə ki, başında oturan gündə 12 dəfə sözün dəyişir. Gəlib nağıl danışır. Deyir ki, İranla danışmışıq, buldozerlərimiz gelib yerin altından uranları götürüb vətənə geri qaytaracaq. Elə bil bunların idi, bu uran, zəncirlənmiş uran. Bunların idi, təzdən geri deyir, vətənə geri qaytaracaq onu. Buldozerlə içəri girəcək. Qırıcı ilə girə bilmədi. Qırıcı ilə girə bilmədi. F-35-nin də vurulmasından bəzi dokumentlər deməsim ki, artıq vaxt çatmır, inşallah başqa vaxtı. Bir bu fakt var ki, qarşı tərəf psixoloji baxımından stabilliyi yoxdur. Bəli. İki də ki, burada İsrail faktoru var.
Bəli. Əlindən gələni edəcək ki, danışıqlar baş verməsin, razılıq olmasın, müharibə yenidən başlasın. Əlindən gələni bunun üçün edəcək. Ona görə mən deyirəm ki, elə hiss edirəm ki, Babülməndəbin bağlanması artıq elə bir yerə çatır ki, zəruri hala Bəli. çevrilir. Çünki Babülməndəbin bağlanmağı İsrailin ən qorxduğu şeydir. Bəli. İlat limanı gedir və Hayfa limanına buradan keçmək üçün gəl Afrikadan getsinlər. Təxmini 18 günlük yol 60 günə qədər qalxır. Bəli. Və yəni Babülməndəbin bağlanmaq İsrailin iqtisadiyyatının çöküşü deməkdir. Hələ 2 il bundan qabaq ki, o məhdud bağlanma ki, Babülməndəbdə baş vermişdi. İlat limanı hələ özü işinə qayıtmayıb və inflyasiya ki, o Babülməndəbin bağlanmağından İsraildə yaşandı, hələ əvvəlki vəziyyətinə qayıtmayıb. Onların ən qorxduğu şey Babülməndəbdir və bu danışıqların həyata keçməməsini ki, bunlar əllərindən gələni edirlər. Mən elə hiss edirəm ki, artıq Yəmən məcbur olacaq ki, Babülməndəbi bağlasın ki, onları kontrol edə bilsin. Son sözün əgər varsa buyur. Yox, elə doğrudur. Yəni bu həm mühasirənin yarılmağında çox effektiv olacaq. Bəli. Babülməndəbin bağlanmağı. Həm də İsrailin onsuz da kəsilmiş nəfəsi kəsilməlidir. Sən təsəvvürlə onun üstündən İsrail yox olmamaq üçün ora-bura cırmaq atmağa başlasa, Yəmən Babülməndəbdən əlavə silahlı hücum da eləsə ora o hipersoniklərlə sözün həqiqi mənasında tədrici gedən məhv prosesi İsrailin 1-ə 10 sürət artacaq. İsrailin 3 dənə limanı var da. İlatdır, Əşduddur, Hayfadır. Və İlat deyirəm, yəni heç bir Tətildir də tətil. gəmilər ora getməkdən imtina edirlər, hər an başlaya bilər. 2 ildir, yəni gəmilər ora getmirlər. Hayfa limanı aldığım mən məlumata görə bəzi yerlərdən oxumuşdum. Deyirlər ki, 50% effektini itirib, çünki İran 2 dəfə vurdu o. Pis vurub, İran oranı pis vurdu. Və Əşdud limandakı balaca limanda o qədər deyil ki, onların bütün gəmilərini qəbul edə bilsin. Və ona görə, yəni əgər bir danışıqlar baş verməsi istəyirsə, ya müharibənin bitməsini əgər istəyirsə İran, gərək Babülməndəbdən kifayət qədər bunu istifadə etsin. Əziz izləyicilər, bir daha qeyd edirəm ki, Yumruq Media bu gündən öz fəaliyyətini rəsmi şəkildə başlayır. YouTube-da, Facebook-da, Instagram-da və TikTok-da eyni anda fəaliyyətini başladır. Sizin dəstəyiniz, videoları paylaşmaq, digərlərinə tövsiyə etməyin üstündə də xüsusi hesab açmışıq. Dualarınızdan bizə əsirgəməyin. Allaha əmanət olun. Allaha əmanət olun.